Həmçinin qardaş sual verdi ki, belə bir zikir var. La ilahə illallah, vallahu akbar, la ilahə illallah vahdə, la ilahə illallahu la şərikə ləh, la ilahə illallahu lehul mulku və lehul hamd, la ilahə illallahu la havlə və la quvvətə illə billah. Bu zikir səhihdirmi və nə vaxt deyilir, fəziləti nədir? Bəli, səhihdir bu zikir. Bu zikir səhihdir və bu zikir fəziləti barədə Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, kim bu zikri, yəni barmaqları ilə bu cür qatlayaraq sayır 5 dənə və Allah elçisi sallallahu aleyhi və səlləm bu zikri hər barmağında qatlayaraq deyir və sonra deyir ki, kim bu zikri bir gündə, bir gecədə və ya bir ayda deyərsə, Allah onun günahlarını bağışlayar. Yəni, hansı gündə deyərsə, hansı gecədə deyərsə, hansı ayda deyərsə, Allah onun günahlarını bağışlayar. Və əlbəttə, yəni bu fəzilətli, mükafatı böyük olan, əcri böyük olan zikirlərdən sayılır. İnsan, yəni, tez-tez bu zikri deməlidir.